Sifarişim budur. Bunu da şəklini yerləşdirəcəm sizin üçün. Deməli, bu nədir? Güllərdə bəzən belə bir-birlərinə yapışdırmaq lazım olur. Məsələn, sizə necə göstərim? Bir dəqiqə göstərərəm sizə. Deyək ki, mənim belə bir orxideyam var. Orxideyalarım bu arada çoxdur, 12 dənə orxideyam var. Göstərərəm sonradan. Deməli, mənim belə bir orxideyam var. Bunlar, düzdür, məndə alanda bunların üzərində belə bir tutacaqlar var idi. Amma deyək ki, tutacaqlar yoxdur və orxideyalar da təzədir. Mən özüm də bilmirəm, yoxdur, istifadə etsin. Gəlin birlikdə baxaq. Bəlkə mən səhv eləyirəm. Mesela balaca kəsdim. Okey. Buradan bağlanır. Baxın. Burada bağladım. Yapışqanda belə şalvarlarda olur bu material. Mesela bağlamaq üçün zamokun yuxarısında filan. Bax ondan çırt deyirlər türklər. Bax ondan da maraqlı materialdır. Qəşəng yapışır. Çox ucuzdur. Burada bir 3 metre filan var. Qəşəngdir, yararlıdır. Təkcə bunu yox, istənilən bir şey bağlaya bilərsiniz məncə. Düzdür, çox da güclü deyil, amma yəni mən güllərə görə almışam. Çox da böyük bir güc tələb eləmirəm. Gözləmirdim. Gözləntim yaxşı idi. Bu da belə.